Mən Məmmədova Hicran, həkim pediatr infeksionist olaraq artıq 3 ildir ki, Medlife klinikasında fəaliyyət göstərirəm. Bugün sizə valideynləri ən çox narahat eləyən anemiya, yəni qan azlığı haqqında məlumat vermək istəyirəm. Anemiya nə zaman baş verir? Anemiya qanda qırmızı qan hüceyrələrinin, eritrositlərin və ya hemoqlobinin miqdarı aşağı düşəndə baş verir. Eritrositlərin funksiyası nədir? Eritrositlər, yəni qırmızı qan hüceyrələri ağciyərdən oksigeni orqan və toxumalara daşımaqdan ibarətdir. Eritrositlərin səviyyəsi aşağı düşdükdə isə orqan, toxumalar oksigenlə lazımi miqdarda təchiz olunmadığı üçün uşaqlarda yorğunluq, halsızlıq kimi əlamətlər meydana çıxır. Bəzən valideynlər haqlı olaraq bildirir ki, doktor, mən qan analizi vermişəm, mənim uşağımda qanın ümumi analizində hemoqlobinin səviyyəsi normaldır. Bəs mənim uşağım həmişə yorğundur. Anemiya diaqnozunu dəqiqləşdirmək üçün qanda digər müayinələr, yəni dəmir, fol türsü, B12, ferritin bu kimi müayinələri aparıb, anemiyanın düzgün səbəbini tapıb və düzgün müalicəsini aparmaq lazımdır.